Herkese salam, mən Ayşəm. Bugün Gölkənddəyik. Dünən sıra gün Lerikdəyik. Bugün Gölkəndə gəlmişik. Astarda bir yerdədim. Adı Gölkənddir. İndi biraz buranın turunu çəkim. Burada belə voleybol oynamağa yer var. Orada uşaqlar üçün park falan var. Burada belə qalmaq üçün kotteclər falan var. Burada ayaqlı falan var. Bunun yuxarısında bir dənə göl var. Çəkəcəm indi onda. İndi mən gedirəm. Biz oturduğumuz yerlə onu göstərməyə. Burada bir park falan var. Belə burada böyle bir şey tenis oynamağa yer var. Belə burada böyle musiqi yeri falan var belə. Ama belə deyil. Bəzi yerlər çəkib bilməm, çünki işçilər falan işdir belə. Baxın, göstərəcəm bizləri. Halsız istədik şaplar. Baxın, belə yerlərimizin. Burada belə körpü var. Körpünün altındayız. Belə yer. Getirin indi öz oturduğumuz yerə. Ama çəkməyə bilərəm, çünki mama gibi oradadır. Baxın, anam o tərəfdə oturub. Biz də belə bir yer tutmuşuz, eynisidir. Ama o bir tərəfdə. Oturduğumuz yerdə belə çaylar var. Burada bu bilməm nədir, şəlalədir. Burada çay var. Dostlar, indi biraz bir tərəfə keçdim. Burada bayağı bizim topumuz düşdü. Bəli, yıxıldım. Ağızlar falan var. Bu kadardı. Yani oraya kadar geçmedim. Çünkü ilan oldular, korktum. Çünkü dün sapsarı bir ilan gördüm. Yine bu tarafa kestim. Uşaqlar biz orada oturup mama gelip burada atıldı. Belə bil. İçeriden gedirəm. Dostlar, bura Gölkənddir, yenə deyirəm. İşte bura gələ bilər. İndi biz necə edirik? Əti falan hamısını özümüz almışıq. Bir dəqiqə, ağzını içə girəcəm. Özümüz almışıq. Və indi burada öz ətimizi vermişik ki, pişirsinlər. Sonra bizə verəcəklər. İndi baxarıq necə pişirirlər, dadlı necədir, ya pisdir, yaxşıdır, nə bilim nə. Belə. Baxarıq indi orada. Düz yol qoyub buradan gedirəm, bəli. Gedim, xamoğun yanına biraz. Baxım o neyir. Böyle bir yer də var, ağacın gəldim, amma mən burada hesab oturmaram. Çünki cücü falan ola bilər. Çünki burada bir qurd var idi. Nənəmin ayağının üstündə. Buradan böyle keçsin. Buradan keçsin ayağım. Güzel. Evlərimin içine baxmaq istəyirəm ama icazə verməsən mən də. Biraz da özümü çəkeyim. Başımı pişdi istəyirəm. Sən galiba quşqusun. İndi sizə ətraf falan çəkəcəm. İndi gedirik. Bayaq dediyim o göl tərəfə. Gedirəm. Deməli, indi gedirəm. Buradan belə daşlı yollardan. Bu çok güzeldi. Ama Lerik'te geçtiğimizde daha güzeldi dostlar. Burada da göl çok yaşadı. Deməli belədir. Her yerde palm ağacları var. Belə. Məncə göl dərindir dostlar. Belədir yol. Burada belə. Orada at var. At da inəydi nədir. Buraya heç düşmək istəmərəm də. Əslində qorxmuram, amma orada düşsəm necə qalxacam.
İndi buradan gedirik o tərəfə. İndi buradan yuxarı çıxıram. Bu tərəfə gəldim tez. Dostlar, bu arada deyəsən burada da göl. Hə, burada da göl var. Buradan 2 qat böyükdür. Baxın. Çəkirəm. Orada qayıqlar falan var sürməyə. O qədər dərindir ki. Baxın. Belə. İki tərəfdə belə göldür. Ortada da yol. Çox istidir, danışa bilməm. Deyəsən bu lavantadır, hə? Biz desə qayıqları da minəcəyik burada. Amma neysə, videosunu çəkəcəm. Bu arada biz indi gedirik tez yemək yeməyə. Yəni daha doğrusu oturmağa. Yemək yeyəndə özümü çəkəcəm. Dostlar, xalam oğlu, məşhur xalam oğlu. Bayaqdan xalam oğlu deyildim. Bu da video vlog çəkib vardı, baxın. Mən nə deyirdim axırıncı? Deyirdim, bura qayıqlar minəcəyik deyirdim, nə deyirdim? Xalam qızım göstərəm. Mən də bunun kanalları hər bu yaralarda bir yerdə qoyacağım. Dostlar, bura düz dağın ortasıdır. Xalam oğlunun səsi gələ bilər, yəni sorry. Çünki o da çəkdir. Bu arada gedirik yemək yeməyə. Təzən qayıdırıq, axı bugün vurdu başıma. Biraz da belə qaralmışam mən. Sahil. Dostlar, anam deyir ki, birinci şəkil çəkir, sonra qədər yemək yeyək. Ona görə indi şəkil çəkəcəyik. Dostlar, gedirik yemək yeməyə. Çünki hava çox həddindən artıq çox istidir. 30-35 dərəcə falan olar da. Çox istidir. Burada şəkil çəkmək olmur. Ona görə axşamüstü birazdan gələcək. Yəni. Burada belə şeylər taxıblar. Çünki ilan falan yəqin çıxmasın deyə eləyiblər. Dostlar, mən sizin üçün hər gün video atıram. Zəhmət olmasa videolarımı bəyənib, abunə olub, yorum atmağı unutmayın. Xahiş edirəm. Buradan təzdən bir şey, xalam olub qabaqda getir. Burada güzü tapdım, biraz da özüm çəkim. Hə, dostlar, kombinimi çəkməyi unutmuşam. Altıma belə bir tapıska, belə kətan ağ şortik, bir də qırmızı belə mayka kimi köynək, krop kimi. Bir də ağ kepka. Baxın, evlərdir. Evlərin içində çox balacadır, niyə? Belə. Burada biraz da voleybol oynayacaq hamımız. Bir də ortada qalıb oynayacaq. Biraz burada yerləndim, yallancım neydi? Yerlənirəm. Bacım biraz yerlədir. Yoruldum. Biraz mənzərəni çəkək. Ağaclarla zadı. Böyle uzananda ağaçlar falan var böyle. Xam oradadır. Bacım burnuna bir şey oldu. Bacım oranı bütün dağıtdı, söktü oranı. Gedirəm. O da aynı. Bir de burada Kəmalə Günəş oxuyur. Dostlar, telefon əlimdən üstə düşdü. Sonra demə bu ışıq yerində də, ışıq ən qaranlıq olan yerə gedir. Kamera qapqaranlıq idi. Telefon götürmə, elə bildim. Neyse oldu telefon, ürəyim düşmüşdü ya. Yenə bu köprü. Bura bayağı çok düşmüştü. Ha, bak tatlımız düşmüşdü. Baby. Neyse ben gidip biraz oturun, telefonu biraz kızması. Yani ip istedi, biraz soyulsun. Gələcəm. Yemək yiyəndə atacağım. Dostlar, mən bəzi səbəblərə görə videonu başlada bilmədim, yəni çəkə bilmədim. Amma indi çəkirəm. Videonun bağlısını eləyirəm. Yeməklər bayağı dadlı idi. Bu arada mən niyə çəkə bilmədim? Çünki telefonum orada anında söndü video çəkəndə. Onun üçün yəni asa bilmədim. İndi bağlısını eləyirəm. Sağ olun. Videolarıma like atıp abone olmayı unutmayın. Bye bye.